Salam. IC Uğur Hekayələri layihəsində xoş gördük. Mən Firdovsi İbrahimov. Karyerama Rabitə Bankda kredit mütəxəssisi kimi başlamışam. Peşəkar inkişafımda IC-də keçdiyim təlimlərin xüsusi rolu olub. IC-də universal bank işçisi, daxili auditin əsasları, bank işçiləri üçün Excel və bankın risk işçisi proqramları üzrə məzun olmuşam. Xüsusilə bank işçiləri üçün Excel proqramını bitirdikdən sonra Xalbankda hesabatlıq şöbəsinin mütəxəssis vəzifəsinə qəbul oldum. Daha sonra bankın risk işçisi proqramını tamamladıqdan sonra Express Bankda kredit və bazar risklərinin təhlili şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə keçdim. Hazırda karyeramı Express Bankda davam etdirirəm. Mənim üçün IC-də keçdiyim hər bir proqram sadəcə yeni bir bilik deyil, yeni karyera imkanlarına açılan bir addım olur. Əgər siz də karyeranızda növbəti addımı atmaq istəyirsinizsə, öyrənməyə və inkişaf etməyə davam edin. Çünki bəzən bir təlim sadəcə yeni bilik vermir, karyeranızın istiqamətini dəyişir. Bəlkə də sizin uğur hekayəniz də məhz belə başlayacaq.